الرجيم بسم الله الرحمن الرحيم الحمد لله من أول الدنيا إلى فنائها ومن الآخرة إلى بقائها والصلاة والسلام على نير الأعظم العبد المؤيد والرسول المسدد المصطفى الأمجد المحمود الأحمد أبا الزهراء أبي القاسم المصطفى محمد وعلى أهل بيته الطيبين الطاهرين المعصومين المنتجبين ولعن الدائم على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين. قال الله تعالى ما هذه الحياة الدنيا إلا لهو ولعب وإن الدار الآخرة لهي الحيوان لو كانوا يعلمون. Dünənki gecədə ərz elədim. İmam Hüseynin hədəflərindən və peyamlarından biri budur, mərdüm, etiqadınız olsun ruzu qiyamətə. Əgər bizim etiqadımız olsa ruzu qiyamətə nə ittifaq düşər? Əxlaqı yaşarıq, aramış taparıq, şəhadət tələb olluq, məsuliyyət pəzir olluq və şəhadətdən də qorxmarıq. Həzrəti Həmzə Seyyid-i Şühəda vaxtı gedəndə cəngə bə'd az inki Peyğəmbərə iman gətirdi, zəreh bağlamazdı. Bir nəfər sual elədi, ya Həmzə, o zaman ki cavanıdın, bezən bəhadırıdın, zebr-ı zərəngidin, zəreh bağlardın. Amma indi qocalıbsan, zəreh görmürük bağlayasan. Buyurdu, o zaman ki cavanıdım, Peyğəmbərə iman gətirməmişdim, Allahı tanımırdım, bilmirdim ölsəm başıma nə gələcək. Amma indi o etiqadın sahibiyəm, əgər ölsəm gedəcəyəm beheşdə, ona binaən hər ləhzə muştaqəm, özümü yetirəm beheşdə. Buyurur, ma hadihil hayatud dünya illa ləhvun və ləib. Bu dünya bir bazıçədir. Hərənin başın 5-10 gün qatıb özünü əli-boş yola salacaq. Və ennəd darəl axirə ləhiyyəl həyəvan. Əsli axirətdir ki bizə qalacaqdır. Böyüklər, biz gərək axirətimizi abad eləyək. Hacı Nuriyan o gözəlliyə Qur'an oxuyanda İmam-ı Sadıqanın bir hədisi mənim yadıma düşdü. Ki buyurdu, ay dədələr, nənələrlə işi yox, ay dədələr, dədələrin, uşaqların, dədələrin boynunda neçə dənə həqləri var. Biz ki barha deyirik, ağa Qur'an buyurub və belvalideyn ihsana, uşaq dədənən övə xidmət elə, uşaq dədənən öv təh qoyma, uşaq dədənənə vacibun nəfəqədir, oğlanın pul ola cibində dədə kasıb yaşaya, qanun ilahi deyir, sən vacibdir dədəün həzinələn pərdaxt eləyəsən. Cavan bunu qəbul eləyə bilməz, dədə gedə komiteyimdə də üzv ola. Dər hali ki oğlun şastı bolən maşın ayağının altında ola. Sən hazır olma ki sənin dədəğin sədəqi onun bunun sədəqəsini yiyə. Bəran ki səndə bir təəssüb və qeyrət gərək ola. Amma həmin bu dədənin boynunda uşaqların da haqqı var. Uşaqların neçə dənə haqqı var. İmam-ı Sadıqa burada 3 dənə də uşaqların dədələrin boynunda haqqı var. Yek. Buyurur, uşağı var bir dənə fərəsatlı xanım intiqab elə, nənə intiqab elə, öğlənəndə yarının 5 günün görmə ki, tellərin qoy 5-yə xiyavanlarda manor verir. Deyəsən, əlhəmdülillah, bir dənə xanım görmüşəm, ceyrandır, mələhdir, huridir. Huri xiyavanda metirləməz xiyavanlar, o görəsən, çini huridir, vala çıxıb xiyavanlara. Fərəsatlı hur olsaydı, oturardı övündə. Baver buyurun, bunlar ki xiyavanlarda mərdimin cavanını, zihnin qarışdırırlar, bunları qəşəh mürəttəb qoyasan yağışın altında, onun bu arayışı pozula. Soxunun çola çuxurunda üzündə bir kasa su durar. Bətunə vırıb doldurub onları. Görürsən, qaşlar bir gün gedib yapışıb buradı. Baba öz qaşı deyək ki, onu xalqub eləyib, dallanma, onlar hava bir sözdür. Zaten gərək insan xoşgül ola. Xoşgüllük də insanı əgər saxladı, ahirəti doldu, o yaxçıdır. Yoxsa
düşüb xiyavanlara, tək xoşgüllüyə bir qurut da verməzlər. Peyğəmbər Xudabidir, xanım alanda nə xoşgüllüyünün dalısıyacaq gedin, 2 dənə yaxçı fərəsatlı cuş çıxsa qiyafəsinə, qiyafəsi dəyər bir-birinə. Nə tərəfin puluna görə gedin onun xanımlığını alın. Niyə? Sabah vərşikəst oldu, dədəsinin karxanası əlindən getdi, görəcəksən baba, bir şey alıbsan qalib əlində. Xanımın imanına görə, ona binaən İmam Sadıqa buyurur, uşağın haqqı sənin boynunda budur, uşağı bir fərəsatlı nənə intixab eləyəsən. Peyğəmbər Xuda buday mərdum, İyyakon və xizra'id-dimən, mərdum on qoli kedər aşqal xanı ruidə qaçın o güldən. Sual elədilər, ya Rasulallah, ma xizra'id-dimən, yəni nə mənə? Peyğəmbər buyurdu, durası bir səfih xanəvadədə, bir bibənduvar xanəvadədə, bir halal haram bilməyən xanəvadədə, məhrəm naməhrəm tanımayan xanəvadədə bir göçək qız olar. Nə o qızı gedin oğluza alın, nə o oğlana qız verin. Niyə? İnsanın nəslin nə mənə körrar? Ya xanım körrar, ya ağa. Görürsən sən bir fərəsatlı, mütədəyyin xanəvadın var. Bir dənə noxalə varid oldu sənin xanəvadı və nəsli vuracaq bir-birinə. Buyurur, o xanım için intixab eləysən, sənin uşaqlavın nənəsidir. Sənin nəslin bəstəridir. Sənin uşaqlava süt verəcək. Amandır elə uşaq adam intixab elə ki, səhər gəlsin səni aburu aparmasın. Muvazib ol o xanəvadı ki, bibəndi vardır. Orayla vəslət eləmə. Səncin məhriyələrlə gələrsən, geçirdərsən xittəvə, bu Tehranda var nəfsat, eşkəsin xəbəri yoxdur. Kətdək adam dədə babasını tanıya, adam elə büyünün görür, deyir, o qəd diqqətinə gərək xanım alasan, o əndazə təlaqlar və zindegani hayi, onlar ki, xoşbəxtliğə çatmayıb bütöv tələq alıb, mərdumun da gözü qorxub, indi izdivac eləyənmir qorxusundan, deyir, ağa, büyün aldım, sabahların boşamalıyam. 2-ci uşağa yaxçı ad intixab elə. Əcəq vəcəq ad qoymaqla uşaq bakilas olmaz. Götürəsən maşının əzasını qoyasan uşağın üstünə ad qoyuram. İstəyirəm heç kəsdə olmaya. Peyğəmbər buyurdu, mənim ağam hansı öydə Əli ad ola, Fatimə ad ola, Muhammed ad ola, şeytan o övə dolanmaz. Uşağın adını qoy Fatimə, qoy Allah xanım Zəhraya xatır bərəkət göndərsin övə. Uşağın adını qoy Əli, Əba Abdillahil Hüseyin əleyhissalam, salar şəhidan, məqu ki həstəm o minnət bəri vücudəm mən. Əgər nəbud Hüseyin علی نبودم من به خاک معرکه دانی به خون خود چه نوشت آینه حضرت ودودم من به گریه عاشق آتش دلی چه خوش می گفت که ای مسیح که راز تو را گشودم من یا عیسی ابن مریم به گوش مرده چه گفتی که زنده شد گفتا حسین گفتم و محشر به پا نمودم من İmam Hüseyin buyurdu be kuriye çeşme düşmanın Allah neçə oğul versə hamısının adını qoyacağım Əli, Əli-i Əkbər, Əli-i Ovsat, Əli-i Əsqər. Qoy ürəyi götürənməyənin düşmənin qəlbi patlasın. Buyur uşağa bir yaxçı fərəsatlı ad intixab elə. Uşağı yaxçı tərbiyyət elə. Biz ki Həzrət Əbəlfəzin nəxşində, şənində danışırıq. Deyirik Həzrət Əbə insanın şəxsiyyətin neçə şey təşkil verər? Yek verasət. Deyir sənin əgər yaxçı əxlaqın olsa uşağa müntəqil olacaq. Dəst o dilbazsan, qoxmayansan, deyib gülənsən, bunlar uşağa müntəqil olacaq. Həzrət Əbəlfəzanın istəyirlər ki dünyaya gələ, Əmirəl-Mominin buyurur əqil, mənə bir dənə belə qoxmayan xanəvadədən, belə şücaətli xanəvadədən bir xanımı intixab eləyəcəksən, istəyirəm ondan bir oğlum ola, Kərbəlada balam Hüseynin dalında dura, qoxmayan. Çünki Ümmülbənin qoxmayanıdır, Həzrət Əbəlfəzada şücaətlidir. Muhit. O yerdə ki zindəqanlıq eləysən, gələ həmsayalavı çox diqqət eləyəsən kimdirlər. Sən uşağın səhər baxsa görsə bəli, bu qariyi Quran, o qariyi Quran, o birisi qariyi Quran, bu da gedəcək kanunu Quranda çəptinam eləyəcək. Amma sən uşağın çıxa görə bu quşbaz, o quşbaz, bu gövərçinbaz, o fencibaz, görəcəksən bəli, sənin uşağın baxır gövə. Buyurur o muhit ki uşağın orada tərbiyyət tapacaq, çox mühümdür. O muhitdə ki Həzrət Əbəlfəza rüşd elədi, İmam Hüseyin kimi şəxsiyyət var idi, İmam Həsən kimi şəxsiyyət var idi, xanım Zeynəb kimi şəxsiyyət var idi, Əli ibn Əbi Talib kimi o öydə şəxsiyyət var idi.
Tərbiyət. Nənə uşağı tərbiyət elər. Dədənin o əndazə nəxşi yoxdur. Tərəf sual elədi, ya Rasulallah, kimə yaxçılıq eləyim ömrümdə savabı çox olsun, Peyğəmbər get nənəvə yaxçılıq elə. Ağa dayı kimə buydu, get cinə nənəvə yaxçılıq elə. Ya Rasulallah, dayı kimə yaxçılıq eləyim buydu, get nənəvə yaxçılıq, bari çağırın buydu, get dədəvə yaxçılıq. Niyə? Çünki uşağı pərvəriş verən nənədir. Adamın Xuday nakərdə, xanımı dünyadan gedə. Adam gedə bir ayrı xanım alıb gətirə. Bilirəm hamımızın ürək sözüzdür, ha, vəli bunlar da ölən deyil, xiyalınız rahat olsun. O xanım axotdu, kişiyin istədi moxunun üstündə işləyə. Dedi kişi, necə Həzrət Əlidən vəfadarlıq örgəşim var, elə Əli deyirsiniz, heç Əlinin bir yolun gedin. Kişi dedi, neyniyək? Dedi, ta xanım Zəhra zindeydi, Əli ibn Əbi Talib ayrı xanım almadı, heç ayrı xanımın fikrində də olmadı. Kişi dedi, süz eybi yox, qəşəh sözdür, vəli süzdə Həzrəti Zəhranın yolun gedin. Dedi, necə? Dedi, 18 sinində Həzrət öldü dünyadan, get 60 sinin var, ölmüsən axı. Sən deyil 18 sinində ölcü bilsəm öləcəksən, mən heç kəsi gedib almaram. Bilirəm ki 70 sinin var, yaxamdan əl çəkmisən. Əlbəttə xanımlardan üz istirəm, ha, bizim xanım burada deyil, ona binaən. Və gənnə burada olsaydı, məndə də cürət olmazdı. Bəli, dedilər, sən də xanımdan qorxarsan, dedi, bəyə mən kişi deyərəm elə, biz süzdən də bət qorxuruq. Buyurur uşağın tərbiyə, Həzrət adam gedib evey xanım alıb gətirə, o evey xanım nanəcib olsa, bir ildə sən zindəqanlığı vurar bir-birinə. Görəsən qabaqda xanımdan olan uşaqlar qoydular qaçdı lövdən. Bu övə bir hükümət salıbdı, bir vəlvələ salıb ki, övə də dolanmalı deyil. Familin əyağın kəsib, uşağın əyağın kəsib. Amma xanım Ümmülbənin varid oldu əlinin övünə. Əvvəlin işə bax, xanım olsa kişinin başını aparar, vurar ərşə. Amma xanım olmasa ərşidəki kişini baş üstə vurar yerə. Kişiyə ərziş verən övdə xanımdır. Xanım istəyəni kudut eləyə, ha, uşaqlarla 5 günə adamı etibardan salar övdə. 5 günə adamı etibardan salar. Amma xanım olsa, görürsən o befərəsat kişiyə əvvəl gəlməmiş bir yer salıb, 2 dənə yastıq qoyub dalına. Qız qaçindi dədə öncələr, dədədən bir dənə padişah düzəldib. Heç dədənin qiyafəsinə baxasan, ha, boynuma kəffarə edəcəm gələr. Amma övdə xanımına bir iş görüb ki, övə varid olanda hamı uşaqlar deyir və fərmanda kolluğuva varid olub övə. Amma arvad da var, xanım da var, şəxsiyyətli kişisin belə gözdən salar. Belə gözdən salar, eşikdə də bir nəfər desə, xeyrin olsun xanım, filanı sənin ərindi. Yox, Allah öldürsün, yaxamız qutarsın. O da oldu kişi bizə. Ödə görərsən, dişi qutladın, həmsaya bildi. Adamda siyasət olar. Buyurur, nə ağa, nə xanım çıxıb dərdüyü dem onamına. Dostların o əndazə bilsin, nə sənin zindəqanlığından düşmənin ittilatı var. Gələn söz adam onamına deməz. Xanım Ümmülbənin varid oldu Əli ibn Əbi Talibin övünə. Adı Fatimə-i Kelabiyyə است. Üzün tutdu əvvəlin mərtəbə Əli ibn Əbi Talibə. Əli can, olar mənim adımı dəyişəsən, mənə Fatimə demə. Əmirəl-Möminin burada canım qurban ola Fatimə adına. Fatimiyə mənim canım qurban. Acığın gəlir Fatimə adından. Ərz elədi, xeyr, be eşq Fatimə gündə bu övün dərdivarın ziyarət elərəm. Amma iş budur, sən məni Fatimə çağıranlar, uşaqlar nənələrinin yadına düşürlər. İstəmirəm bunlar narahat olalım, mənim adım əvəz elə. Həzrət adın qoydu Ummul Bənin, oğlanlar nənəsi. Onda oğlu zadı yoxdur, Mülbənin təzə gəlmişdi Əlinin övünə. Niyə Həzrət Əbəlfəz 35 il demədi Moğlay, buyurdu Moğlay mən demədi qardaş? Onu nəni örgətmişdi? Rivayətdə var, xanım Ümmülbənin görsəydi İmam Hüseyin qapıdan girdi, qaçardı əcəli ilə. Həzrət Əbəlfəz yuxulasaydı yuxudan dəbərdərdi, qoyardı ayaq üstə. Buyurardı, oğlum, ağon gəlir, ağon yanında qışları uzalıb yatın. Nənədir da, nənə tərbiyyət verir. Buyurur, ma hadihel hayatud dünya İlla ləhvun və ləib, bu dünya bir bazı içədi müvazib olaq bizim başımızı özünə qatmasın. Nigaran olma, əgər Allah tanıyan yoluna geçsin, ölümdən qorxmasan. Niyə ölümdən qorxuruq? Ahirəti otlamışıq.
Ya eyyühellezine hadu in zaamtum ennekum evliya'u lillah min dunin nas fetemennevul maut in kuntum sadiqin. Buyurur, eğer düz deysiz işleriniz Allah'tan xatirədir, özünüze ölüm isteyin Allah'tan, amma buyurur pərvəndən elə xarablayıbsan, qorxundan ölümün adı gələndə canın əsir. Amma ərbab-ı bir kəfən Kərbəlada buyurdu, ya uxayya bazı Zeynəb va'lami bil enne əhlel ərz yamutunə və əhlus səmada yabqun. Yeryüzündə hər nə mənə var hamı ölməlidirlər, heç mələklər də qalmayacaqlar. Və enne kullə şeyin halikun, tamam şeylər həlak olmalıdırlar. İlla vəchəllahillezî xaləqəl ərdə bi qudrəti, məgər pərverdigar əhədiyyəti ki yeri göğü xəlq eləyib və yəb'asul xəlqə fəyuidunə və huvə fərdun vəhid. Fəqət Allah qalacaq, yeryüzündə hamı getməlidirlər. Muvazib ol o dünyada, Allah yanında üzün qər olmasın. Dünən ərz elədim ha, deyirik namaz qıl, tərəf deyir velişkun. Mah-ı məhərrəmdir, zohr-ı aşura. Bala keçin gedək namaza, zöhr-ü aşuranı be niyyəti namazıma amşen qıla. O tərəf deyir, geçirdim Hüseyniyyənin zerzəmisindən, gördüm bətər qaza pişirirlər. Yendim aşağı, gördüm çəhməli bir ağa gəldi qabağa, aşpəz edin. Yorulmayasınız, Allah qüvvət versin, sağ olacaq. Hacı Anqol İmam Hüseynin canına 10 gündür çəhmələr ayağımdan çıxartmamışam. Edim gedə və qarnıma sancıd olmasın, namazda qılmasan. Çəhmələr çıxartmayıbsan, namazdan xəbər yoxdur da. Dedə cavə elə yer göy qan ağlayır, sən də namaz fikrindəsən. Deyəsən oruç deyir, mədəm ağrıyır. Deyəsən vücuhat ver, niyə dünən ərz elədim mərdum dindən qaçırlar? Yek cəhalət. Do, təqlidhay kurkuranə. Se, bərdashti qələt əz din. Dini pis bizə tərif eləyirlər. Belə eləyir, Həzrət Ayətullah Bəhcətdə televizyonu haram bilirdi. Kimə demişdi bu Ayətullah Bəhcət? Dadaş, hər televizyonda, LCD-də, tabletdə, mobaylıda, müstəhcəm filmə baxasan, şova baxasan, bunlar haramdır da, heç buna Ayətullah Bəhcət buyurur, buyursun, buyurmur da sən özün qəşəh bilirsən. Sən özün bilirsən ki, bir dənə xanəndeyi, xanım oxuyanda kişi haramdır ona qulaq asmağı. Bəniyə 5000 tümənliyi ilə 2000 tümənliyin fərqin bilirsən, onu bilmirsən ki, bu haramdır, bu oxuyursan, hə? Səni də aparır, kef eləysən, başı uta oluysan, indi də cədidən hərəb həns verib qıvrıb qulağına, gedir xiyavanda görsən baş adam deyir, bunun başı görəsən çox ağırdır, bədənin üstündə görəsən durmur, deyir yox baba, gedib enerji tutub, ayrı yerdən sim atıbdır, qulaqlardan da tappa atıbdır, qiyamətdir, bunun kəlləsində fəqət bandıdır ki vırır, amma bu da dünya ilə deyir ki, buyurur bəli, İmam-ı Sadıq abid əddin-o vasiun, din çox böyükdür, dinin hər nə mənə bərnaməsi var, bizlərə də adir, hətta baxın bura, hər nə mənə küçüklərin məsailə bizə din bərnamə veribdir. Din deyir, ağa dəstəmaz al, din deyir, namaz qıl, din deyir, istəyirsən bax bura, məscidə girəndə sənə bərnamə verir, din. Əgər biz dinin sözünə baxsaq, yıxılmarıq ki yerə, bizə üçün oradan buradan bərnamə verirlər, özümüz də bilmirik nə qərək. Əl-an, xaxam-ı yəhud danışır kelisada. Bax, bura heç bavər eləməlidir, bir nəfər film bərdarlıq eləyib. Nə deyir? Deyir, ağam, müsəlmanların başın topunan zadına qatın, Facebook'unan zadının bunların başın qatın, qoyun bunlar imamı zamanların gətirənməsinlər. Əl-an gəliblər, şiəni salıblar bir-birinin canına. 13 dənə mahvarədə bərnamə var, televizyon, hamısı İngilisdən pul alır, şiənin adına təbliğ eləyir, şiələr sünnüləri tutub öldürələr, 13 dənə də sünnülərə pəxş olur, sünnülər tutub bizim başımızı kəsələr, 7'mizi öldürələr, gedələr behişdə. Kimin əli ilə? Ağamını gəlibdən kiravattığın əli ilə eləsə, mərdum sözünə baxmazlar ki. O sözü ki, mərdum malladan eşidirlər, heç vaxt Nohaqandan eşitməzlər. Şayət Nohaqan məndən də yaxçı deyə, çün koş şalvarlıdır, mərdum qulağına qulaq asmazlar. Amma mərdumun gətirirlər, neynirlər? Bir dənə mənim həm cinsimdən istifadə edirlər. Bir dənə müştehidin cibin doldururlar, deyirlər, ağa sən eybi yox, pul ver, qoy bunlar pəxş olsunlar. Gəlir neynir? Becayin ki, vəhdət camiədə icad ola. Becayin ki, əlan sünni-şiə davasının vaxtı deyil, əlan Amerika dişin itildi, hamımızın nəslimizi kəsməyə, həm sünnünün, həm şiənin. Hələ biz düşmüşük bir-birimizin canımıza. Hələ şəbəkə İmam Hüseynin mücrisi belə eləyir, bax önlərim.
Hindistan'da bir dənə bərnamə var, gərək biz də onu icra eləyək. Deyir, ağa çiyə? Deyir, Hindistan'da mərdum ruzu aşura bitdə yatırlar yerə, atlara nə'li tazə vırırlar. Bitdə gəlirlər bu yatanların üstündən atla sapırlar. Beyadı bədəni pare Əbi Abdillah ki, Kərbəlada qaldı atların dırnağının altında. Biz də gərək yataq. Atların dırnağının altında yasa da şiə qalar, gündamısı qırılar, qutular da. İmam Hüseyin hədəf istəyir, bizdən demir ki, başı uçur boyan bir yana. İmam Hüseyin hədəf istəyir, deyim ay mərdüm, heyhat min nəzzillə, zülm altına getmə mərdüm, ayıl yuxudan bu cür zatlarla başı qatmasınlar. O bir nəfər dedi, onda gərək Həzrət Əbəlfəzin də qolların salıbla da, hamı vura qolların sala geyirək ki, Kərbəlada Həzrət Əbəlfəzin qolları qələm olub. Bunlar hardan su içir? Bunlar o tərəfdən su içir, bizim xəbərimiz yoxdur, düşmən rexnə eləyir bizim içimizə, öz içimizdən öz içimizə zərbə vurur. Gərək bunu şiə ayıq ola, dinin bərnaməsi var. Deyir, ağa nə olar, qoy qəməni vırım, 40 dənə qəmə nəzr eləmişəm. Deyirsən, mən qurban olur, vur özü uçardan sala, evine versənə bir söz deyirsən. Muntaha, gərək sənin mənim bu qəmə vırmağımın, bu zəncirə tığ bağlamağımızın, nemidunəm, əlamət götürməyimizin bir xaric cəzboğdu, təşəyyür bir əsər ola. Vaxtı Afrikadakı cavan baxır, deyir, bunlar kimdilə, deyir, bunlar şiədilə, hər kəs şiə olsa gərək bu cür eləyə. Deyir, Allah dədüvə rəhmət eləsin, mən 0 kilometr müsəlmanam, bir işləri bax, ürzə yoxdur mən. Bilmir ki, ağı nə eşqinə tərəf qəmə vırır başına. İndi deyir, istəysən cavan İmam Hüseynə xidmət eləyəsən, istəysən İmam Hüseynin nehzətin qabağa barasan, çox bərnamələr var nəzir eləməyə. Xahiş edirəm qulaq as, yek. Kişi sən bir il yalan danışma. Ağa çətin daxı. Olmaz Yaxşı bir il kişi sən din İmam Hüseyin, sənə qurban olum. Sənin eşqi və nəzr elədim. Bir il bax yalan danışmayacaq. Yek. Bir il naməhrəmə baxma. Ha bəy olar adamın bağrı çatlar. Adamın bağrı çatlar. Olmaz. Gərək sən qəmə vuranda da 10 dənə naməhrəmdə bax cürətəyi vurdu özün tükət elədi. Bu özünə rəhm eləmir. Özgə ilə savaşsa neynər bu ona? Qoy qudrəti və baxsınlar. Deyir kişi sən bir il naməhrəmə baxma da. Metrova girəndə niyə gözlərin çıxır, 4 gözlü olursan, 2 gözlə borcansan? Baxma, İmam Hüseyinə xatır baxma, İmam Zamana xatır baxma. Bir il dədənin ön ağzını əymə, sözün qabağını danışma. Niyə? Nənədən sən bir danışma. Ondan da sonra elə sinə vırır, az qarır məçid olsa, deyir onlara bir qurut verməzlər. Əvvəl dədənin ön. Dədənənəsini saymayan adam hiç İmam Hüseyin də saymaz. Hiç Allah da hesaba qoymaz. Buyurur, din böyükdür. Muntaha bizlər gətirmişik, dini özümüzə çətin eləmişik. Əvamili din qoriziyə mərdum. Niyə bir də dindən qaçırlar? Bəran ki, görürlər dindarların bəzisi yoldan çıxıblar. Deyir filan hacı orucu yiyəndən sonra da mənə fatih, mən də yiyəcəyim. Filan malla getdi, ha bu işin dalıca, day bizə yol açıqdır, qəltəh vurdu bizim yolumuza, biz də gedəcəyik. Deyir dadaş, din nə mallarındır, nə ağsaq gəlin, özü qəri cəhənnəmə bir xodu yollama ha, muvazib ol, muvazib ol. Din bizimdə 1400 ilmindən qabaqdan din vardı. Axında herkesin yuxusu görür, Allah mallaların övün yıxsın. Niyə Allah səni övü yıxsın? Neyniyim Allah sənə? Hələ ölü dirivə gəlik durub pis iş görübdi. 5 dəqiqə bir vaxt gəlir, ölü milçək basar qəbristanda. Mallı dökkələmən oxumasın, sən xanımın da yanına gedib salam ələşd eləyə bilməsən. Baxma o biriddələr bizdən, o adamlar iş istəyir dinə zərbə vura, banam İslam, Allah onun evin yıxsın. Muntahay məratib din mənim dəyi və mənim dədəmin də dəyi, hacının da dəyi. Tərəvin görsən gecə çeki qayıdıb. Allah mallaların evin yıxsın, bərna məmləkət saxlamırlar ki. Yo, malla gəlib sənə çek pas eləyəcəkdir. Yorganınca qıçı uzat, nuzul alarsan qalarsan altında, səhər göbəyin yırtılar bala. Nuzula çoxların evin yıxıba belim bükübdür. Xov hacayim, dadaşiyə əziz, bizim o səfalı dostumuz İmam Hüseynin o ədəbli növşəri təşrif gətiriblər. Allah inşallah İmam Hüseyin cəlləsələrində bu büzürgəvarın nəfəsin pörtəsir, vücudun bir bəla eləsin inşallah. Acayip dadaşın əmvatının ruhine, öz əmvatızın da ruhi yad olsun, ya Allah az dadaşa.
Abi siz bekar kalmayın, bir salavat xətm buyurun. Ya Allah. Bəli, xanımlar da səs eləməsinlər. Ağa indi buyurdu, vaxtidir, onu bir şeydir, çəşm. Ya Allah, aca, lütf eləyibsən. Biz də hara gedirik, mərdim elə məni bir pilli izafə çıxadıb, üstə tər basıb məni. Mənim yerim ikinci pillədir. Bu ünləm deyirlər, istiriyanın qiyafəsi. Ağa, hər zadın bir cinsi var da, özünə görə bir cinsi var, keşeşi var. Bəzi şeyin keşeşi, elə mənim ikinci pilliyə keşeşim var. Hər parçadan əmmam olmaz. Hər parçadan. Bizim damadımız var, qazıdır Təbrizdə. Hacayı arasında yekiyaz qozatı bağıqlasa, vaqən demin damadlarıdır. Xülasə havasını saxlayıb, insafən moridi qəbul və moridi vusuqdur. Özü deyir ki, mən təzə tələb olmuşdum. Görürdüm mərdum libas geyirlə, mallalar eşq eləyirdim da. Mən də deyirdim ki, gedim mən də bir libas geyim o filan. Getdim Bəzzaza, dedim 6 metr mənə ağ parça ver. 6 metr ağ parça aldım, getdim əmmamə səriyəm, ağa doladım, gördüm oldum bu yekəliyə maşın təyəri. Ötürdüm, açıldı. Deyir, mən bunu bir də sərdim. Də mən şayad naşıyam, bir də sərdim, ağa bu yekəli oldu, ötürdüm, açıldı. Yoldaşım geldi, gördü mən divanı olmuşam. Dedi filan, nə olub? Dedim, baba bunu almışam. Dedi, evincəm bu köynəklik diye, bu əmmaməlik deyək ki. Bu titron parçadır, bu kəllədə durmaz. İndi hər nə mənə yeri var, məni bir pillə çıxadıb üstə, burada az qarır bağırım çatdı ya. Buyurur, bəzi dindarlar, dindən çıxırlar, mərdum baxır bunlara. Aa, görsəm anın hoçələsi yoxdur, yuxusu gəlmir, xanım övə qoymayıb, nə müdünəm, istəyibdir kişilik eləyə, nuzul götürüb maşınının modelini apara yuxarı yığışdıranmayıb özün ağa fəraridir, məmləkət sahabın qatıb qabağına. Deyir dadaş, din nə mənimdir, nə mənim dədəmindir, din Allahınkidir. Amma Mevla Ali ibn Əbi Talib, Əsədullahil qalib, Nəbə'il əzim, tövbə qapısın xaliqi, sənətkər açıbdir, məxluqinə mömin olaya, kafər açıbdir, dağdan ağır olsa günahın, naümid olma, əzəm körələrdən yekədər, davər açıbdir, İsa'nı deyir, peyki məsərrətdir Məsihi, bir məktəb ağram o səfa pərvər açıbdır. İsa-i Məsihə mən özüm növkərəm, amma rəhmət qapısın xatəmi peyğəmbər açıbdır. Min cə'li rivayət yazab və habi-i mürtəd, Xeybər qapısın hamı bilir Heydər açıbdır. Buyurdan mı ay aksakkal, ay qabaqda gedən, ruhani, heyət ömənə, heyət dolandıran, ixtar az tərəf Ali ibn Əbi Talib. Burada mən nəsəbə nəfsəhu linnası imamı. Kesani ki deyirlər ağa, biz qabaqda gedən yaqsakkəlik, böyük, mallıyıq, noğaxanıq, xülasə məzhəblərin qabağıcaq gedirik. Buyurur, deyir, çox müvazib oluna, əleyhi ən yəbdəə bi təlim-i nəfsi qəblə təlim-i qəyri. Qəbləzin ki, mərdumi danlayasan, göz əməllərində də bir diqqət elə. Da olmaz ki, bizim iki üzümüz ola, iki qəlbimiz ola. Bir qəlbidə həm mehri səməd, həm sənəm olmaz. Bir başda həvai boto beytül hərəm olmaz. Olmaz ki, da sinə vırıb Hüseynə, Yazidin Şamın yiyək. Lənət gələ bu Kufidə nəscih cəmaətə. Gərcün qılır namazını bir qibliyə tərəf. Qiblə bəhanədir o baxır mövqeyyətə. Şeytanı zində yəllə bu şəxsilər. Üz qoysala xuda yinə kərdə ədavətə. Şeytan bunlar bilənləri bilseydi məkridə. Haşadı çar oleydi bu əndazə zəhmətə. Bir söz deyim özün tapasan rəmzur ağzını. Arif bəşər bəsəndə edər bir işarətə. Gərdadı qahə çəhzələ şeytan sifətləri. Şeytan gərək min il yata məhşərdə növbətə. Buyurur Ağsaqqal, sən oyun çıxadanda mərdim cavan bilməz, baxar sənə yoldan çıxar. İmam Sadıq ardı kunu duatən nas bi əmalikum. Əməli ilə mərdimi dəvət elədinə.
Və la takunu duatan bəlsinətikum. Əl-ayağınla, danışmağınla, diliylə mərdumi dəvət eləmə. Əməldə görsət mənim qeybətdən acığım gəlir. Əməldə görsət mənim haram puldan acığım gəlir. Mərdüm Kərbəlada İmam Hüseyni haram pul yiyənlər öldürdülər. Onlar ki haram pulu yedilər, İmam Hüseynə də şəmşir çəkdilər. Müftü İmam Hüseyni şəhid eləyən yox idi. İmam Hüseyni fikir eləyəcək mərdüm müftə öldürdülər. Mərdum pul aldı İmam Hüseyni öldürdülər. 30,000 dirhem, dinar, 30,000 dinar. Yazid her nəfər ki Kərbəlada nəqş əsası ifa elədi, Yazid 30,000 dinar pul verdi ona. Dinar təladır. Her dinar 4,5 gram təla. Her gram təla 100,000 tümən, indolar 12 milyar tümən. İndi bir nəfər 12 milyar tümən versələr, imamın qarın bağırsağın sökər tökər söylər. İndi aya görə bizə də bu pulu versələr dinimiz qalar yerində ya gedər. Atçoti fətəəmməl yorganı çəkəndə başıva fikir elə görə aya. Yorganın altında da matça görə fikir eləyə yuxluya da. Bir nəfərin çox səkkəli uzunudur bəndə xuda. Bir nəfər gəldi, haca dedi bəli. Haca bir sualım var, cavab verərsən dedi, niyə vermirəm bala. Dedi gecə yatanda səkkəli yorganın altına qoyarsan ya üstünə. Dedi balam canı mən təcrübə eləməmişəm, heç fikir eləməmişdim buna. Sabaca deyim. Kişi gəldi səkkəli qoydu yorganın üstünə gördü ya da yuxusu gəlmir. Yorganı qoydu çəkkəli altına, üstün çəkdi gördü yuxusu gəlmir. Səhər bu oğlan qaça-qaça gəldi. Haca səlam. Haca nə oldu? Tax buna bir silləyə də dedi gecədən yatmamışam. Yədəm yanıbdı bilməmişəm nə qərirəm. Allah inşallah və abruye Muhammed və Ali Muhammed burada qalsın ha sözümüz. İnhiraf-ı bərxiyəz dindaran bais olurlar mərdum dindən çıxırlar. Ayə-i Qur'anda bir ya eyyuhəllədinə amenu. Ey kesani ki iman gətiribsüz. Lemə təqulunə ma la təfəlun. Niyə özünüz əməl eləmədiyinizi deyirsiniz mərdumə? Hətmən özünüz amil olun ta mərdumə də əsər eləsin. O xanım uşağın getdi məhzəri Resulullah. Ərz elədi ya Resulallah. Mən bu uşağıma xurma yeyir, cuş vurur bədəni. Sən peyğəmbərsən, buna bir kəlmə buyurasan ki, xurma yemə, xurma sənə zərər elir. Peyğəmbər burada apar, sabah gələrsən. Sabahlarım getdi. Peyğəmbər burada bala, xurma yemə, xurma sənin bədəni və nasazıqardır, cuş vurur bədəni. Xanım dedi ya Resulallah, nə olardı, elə bunu dünəndə desəydin olardı bir kəlmə. Peyğəmbər burada dünən özüm xurma yemişdim, bağıya əsər eləməzdi mənim sözüm. Bugün sübdən xurma yeməmişəm, ta sözüm bağıya əsər eləyə. Bizim özümüz yalan danışaq, ondan sonra mərdumə deyək, mərdum yalan danışmayın, mərdum dəfərə satdıdır, sən qoy kənara da. Mərdum haram yeməyin, deyib, sən nə mənə geysən? Və bu pulu dərsədlə alırsan, açırırsan üstündən də bir livan su, bu dərsəd, belə bancınki kimi nə alamda mən. Dadaş, onlar hamısı kulah-ı şəridir, kulahda da təlisdir geçirdib sən başıva. Kulah-ı şəri də deyil. Muvazib o zindəqanlıva haram qarışsa, olarsan Şibn-ibn Zilcovşən, gəldi Kərbəlada çıxdı İmam Hüseyin sinəsinin üstünə, çox da yaxçı adamıdır, axırın gördüm pis günə qaldı. Allah və abruye Muhammed və Ali Muhammed, məclis işba olub, mənim də bilirsiniz da, niyə bugün çox danışdım, sahatım xudavəkili qalıb öydə. Yadımdan çıxıb, ona görə elə fisəbillə belə qabağıma nəzər danışıram, o inşallah 5 dəqiqədə rozə deyəcəyəm, az məhzəri əziz edelim ona cay dadaşı, istifadə-i şayan olacaq, xanım səs eləmə, vaxtı dayı, Mirzayı, xanım səs eləmə, inşallah mən rozəmi başlayayım. Allah inşallah xanımlara ömrü Həzrəti Nuh, ağalara səbr-i əyyub inayət eləsin, geçinə bilələ bulanan və zikri sələvat bər Muhammed və Ali Muhammed. Kərəş məddahlarından biri qəşəh qulaq as, bu çox cəlib bir məsələdir. İnşallah eşitməyəcəm, nə məddahımını özü mənə dedi, ala bilmirəm, cəhəli olmasa qəşəh mətləbidir. Dedi mənə, zəng vurdular kərəş məddahlarına, əlbət burada yox, kərəcin özündə. Bir nəfər mənə zəng vurdu, filanı, bizim bir dənə xətmimiz var, oxuya bilərsən? Dedim, bəli, oxuram. Gəldi, dedi bir cavan da 30 xurdeyi sinni var, bir dənə də 78 sinində qızı var. Məclisdə verdi Leylamiyyəni əlimə oxudum. Çox da yaxçı oldu məclisi. Getdik məclisdən sonra 20 gün, 25 gün qəziyyədən geçdi. Həmin ağa mənə dubara zəng verdi ki, Hacı ağa, bir də bir xətmimiz var, onu oxuya bilərsən?
Dedim xeyr ola. Dedi yadında cavan oğlanın gəldin, yasını oxudun bir 25 yılından qabaq. Dedim bəli. Dedi onun yadındadır, 7-8'sinin də qızı var idi məclisi ilə. Bəli, o qız dünyadan gedib, gəlib onun xətmini oxuyasan. Çox mütəəssir oldum, narahat oldum, Allah. Görəsən təsadüf eləyib, maşın vurub gəldim, xətmi oxuyanda onun dayısından xəbər aldım ki, filani, nə olubdur bu uşaq, məriz idi, Xudayın Akədə təsadüf elib, deyir, yox. Bir günlərim, uşaq mədrəsədən gəldi, saat məsələn 5-6 zamanı nənəsi deyir ki, uşaq gəldi mədrəsədən, dedim aman, məni bugün apar babamın qəbrinin üstünə, babamla işim var. Deyir, dedim bala, hava soğuqdur və indi də qaranlıqlaşır hava, qoy qalsın sabah gedərik. Dedi, yox maman, həmin əlan gərək məni aparasan babamın qəbrinin üstünə. Deyir, da mən çarədən düşdüm əmilərinə, dayılarına, zəng vurdum ki, baba bu qız belə bəhanə tutub gəlin görək nə etməliyik. Deyir, dayıları, əmiləri, mən, qızım mindik getdik qəbristana. Neçə dənə qəbri ki qalırdıq bu qızın babasının qəbrinə. Qız bizə dedi ki, siz durun burada, gəlməyin. Mənim babamla işim var, bir sözüm var, deyim gəlim gedək. Nənəsi deyir, mən konçkov oldum, görsən bu nə deyəcək bu dədəsinə? Deyir, gördüm otdu babanın qəbrinin kənarında cibindən bir kağız çıxartdı. Dedi, baba yadımdadır demişdim, qəbul olsun sənə doçərx alacağım. Büyünlərim karnaməmi almışam. Du mənim doçərxəmi al, deyir, o qət ağladıq biz bu sözə, o qət dayıları, əmiləri deyir, ağladıq, du gəldik və bu qız da şam yemədi. Nə qəd elədim da bu qız şam yemədi, apardım bunu yatıtdım öz otağında. Deyir, gecənin aləmi öz-özümə durdum, dedim, bu qız niyə bugün belə elədi? Allah balalazı yetim eləməsin, ha? Qız uşağı babayı olar. Görürsün, oğlan uşağı çox mamanısına tərəf mütəmayil olar, amma qızlar məxsusən babayı olarlar. Müntəzir olar, baba gələ, ödündür bir ona bir şey verməyə, vıra. Müntəzirdir babası işdən gələcəkən, qaçır əvvəl ona bir maç verir, üzündən öpür, onu bir nəvaziri babanın ürəyinə ələ gətirir, ondan sonra deyir, baba, məsələn, Muhammed Mənuzəd, məsələn, filan çizib mən nədən? Deyir, gəldi, bu uşaq əslən çörək yemədi. Apardım, yatdım, gecənin aləmi dedim, qoydurum, gedim, gömək, bu niyə belə elədi? Getdim, gördüm, o yatıtdığım yerdə də dəy, axtardım, gördüm, bir otaqda ki, babasının əksilərini yığardıq, taxtçıya gedib, o əksilərin birini qoyub ürəyinin başına, yatıb otağın vəsətində. Ahistən bunu dəbətdim bala və buradan ya yatıbsan, gördüm uşağın ruh bədənindən ayrılıb. İstəyirəm deyəm, dədəm, nənəm, sənə qurban, rüqəyyə. Axı, yaralı başı gətdilər. O ravi deyər, bu günlərin mislidir, daha cayda da şey, yaralı başları Kufədən aparırlar Şamə səmtinə. Hüseynin yaralı başını vururlar neyzələrin başına, babalarına uşaqlar baxırlar, divanı olurlar. Uşaqların da nə yeməklər var, nə içməkləri. Ravi deyir, gecənin aləmi, Allahdan istəyirəm, heç birinizin uşaqlarınızı yetimlik otuna yandırmaya inşallah. Yetimlik çətin olar, uşağın qəlbi sınıq olar. Deyir, gördüm Allah, gecənin aləmi düşdük bir yerdə şam yeməyə, neyzədə Hüseynin yaralı başı, balalar bir tərəfdə, Ömər Səədin qoşunu da bir tərəfdə. Amma bunlar şam yeyib yeməyən oğat yorğunudur, başın qoydu balişə yatdı. Zeynəb Hüseyn qəmi ürəyində yatdı. Ümmü Kulsum Əbəlfəz dağı ürəyində yatdı. Leyla Əli Əkbər dağı ürəyində yatdı. Rubab o Sütəmər balasının həsrətində başın qoydu balişə. Amma ravi deyir, gördüm Hüseynin balalarının cəminin içində bir xırd uşaq var. Onun yuxusu gəlmir. Hey çönür sağa, hey çönür rasta. Öz-özümə dedim, Allah bu bala acdı, ha yuxusu gəlmir. Allah bu bala susuzluğunun yuxusu gəlmir. Öz-özümə dedim, hətmən ayaqlarının altı qabar olub, qabarları deşilib, ağrıyır bunun, yuxusu gəlmir. Deyim, mən fikrim bu uşaqdadır. Amma elə ki mütməin oldu, hamı yatdılar böyüklər. Gördüm, yavaşca yoldaşlarından ayrıldı. Barmaqlar üstə çıxdı yoldaşlarının cəmindən. Gəldi, dayandı, neyzədə yaralı başın müqabilində. Əlin qoydu ürəyinin başına, babasına bir səlam verdi. Əssalamu aleykə ya əbəta. Sonra neyzədə bir dolandı babanın yaralı başının dövrəsinə. Baxa, sən birdən 5 gün kəndə gedəsən, uşağın səni görməyə, göl istər qolun sala boynuva, üzündən öbə. Dedi, baba, elə gölüm istəyir. Bu quruyan dodaqlarımı qoyam, o qanəbələşmiş dodaqları var. Amma neynim, sən çox ucadasan, mənim boyum alçaqdır, əllərim çatmır o neyzənin başına.
Ravi deyir, andol Allah'a gördüm neyzə əyildi bu. Balaca balanın yaralı baş gəldi müqabilinə. Balaca əlləri ilə babanın qanını başını tutdu. Quruyan dodaqların qoydu babanın o qana bələşmiş dodaqlarına. Dedi, baba sən fəqət bir nəzər eylə gör otağım haradır. Öpərəm mən səni, sən öpbə dodağın yaradır. Baba çox vırıbla səni ey kaş daxı vırmayala. Bilələ aləmə sərvərdi bu baş vırmayala. Baba xeyzəran bəsdi, əqəllən sənə daş vırmayala. Sonra dedi, baba məni danışdırmısan. Baba qızın qəlbi sınanda gələr dədəsinin sorağına. Baba qız yətim olsa məgər gölünü almazla. Baba dərdiməndi qapıdan boş yola salmazla. Baba dedi, baba andol Allah'a səni danışdıracağım. Baba nə rübabə cora, nə itrəti tahaya cora, nə bibim Zeynəbə xatir, nə də Leyla'ya cora. Baba yüzümü qoy yüzümə Həzrəti Zəhraya cora. Her yerde sen ucadı ya Hüseyin.